Marketlərdə satılan uzun ömürlü keksləri necə hazırlamaq olar? Gəlin birlikdə görək. Bunun üçün bizə lazım olan ingrediyentləri öncədən hazırlamışam. Yumurta, su, duru yağ, un, şəkər tozu, sorbitol və gliserol. Sorbitol və gliserol nə üçün qatılır, onu da deyim. Sorbitol nəmi saxlayır, kəskin qurumasının qarşısını alır və uzun müddət yumşaq qalmasını təmin edir. Gliserol teksturanı yaxşılaşdırır, elastiklik verir və məhsulun daha uzun müddət təzə qalmasına kömək edir. Sprelix ilə qəlibləri yağlayıram. Çünki Sprelix keksi qəlbə yapışdırmır və rahat şəkildə qəlibdən düşür, forma pozulmur. Bu keksin püf nöqtəsidir. Burada bıçağı yağa batıraraq keksin üst hissəsini yumşaq şəkildə ortadan kəsirəm ki, kekslər sadəcə mərkəzdən partlasın və görünüşü ideal olsun. Dərəcəni ayarlayıram və keksləri sobaya qoyuram. Bunu da deyim ki, Pratosun izimafi məhsulu ilə siz də uzun ömürlü kekslər hazırlaya bilərsiniz. İstehsalatınızı daha rahat quraraq, daha peşəkar və davamlı qazanc əldə edə bilərsiniz. Hələlik, sağ olun, sağlıqla qalın.